Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fazıl Ağamalı vəfat edib. Baku Postas xəbər verir ki, bu barədə manşet az məlumat yayıb. Bildirilib ki, Fazıl Ağamalı uzun sürən xəstəlikdən sonra bugün dünyasını dəyişib. Azərbaycan siyasi mühitində uzun illər aktiv fəaliyyəti ilə seçilən Fazıl Ağamalının vəfat xəbəri onu tanıyanlar, siyasi həmkarları və tərəfdarları tərəfindən dərin kədər hissi ilə qarşılanıb. O, müxtəlif çağırışlarda Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş, ölkənin ictimai-siyasi həyatında öz mövqeyi və çıxışları ilə diqqət mərkəzində olub. Ana Vətən Partiyasının keçmiş sədri kimi o, partiya quruculuğu istiqamətində çalışmış, siyasi proseslərdə fəal iştirak etmişdi. Parlamentdə çıxışları, müzakirələrdə sərgilədiyi prinsipial mövqeyi və zaman-zaman səsləndirdiyi sərt fikirlərlə yadda qalan siyasətçi kimi tanınırdı. Onun siyasi fəaliyyəti birmənalı qarşılanmasa da, hər zaman aktiv və müzakirələr yaradan fiqur olub. Uzun sürən xəstəliklə mübarizə aparan Fazıl Ağamalının vəfatı ailəsi, yaxınları və siyasi camiyə üçün ağır itkidir. Onun həyatı və fəaliyyəti Azərbaycan siyasətinin müəyyən bir dövrü ilə sıx bağlı idi. İndi isə o dövrün simalarından biri tarixə qovuşdu. Allah rəhmət eləsin. Mənim fikrimcə istənilən halda uzun illər dövlət idarəçiliyində və siyasi arenada yer alan insanların vəfatı bir epoxanadır. Epoxananın tamamlanması kimi dəyərləndirilə bilər. Siyasi baxışlardan asılı olmayaraq hər kəsin əməyinə hörmətlə yanaşmaq və həyatdan köçən insanlara rəhmət diləmək cəmiyyət olaraq bizim yetkinliyimizin göstəricisidir.